Monakoda 384 kvadrat metr sahəni əhatə edən Posidonia Okeania adlı sualtı otlaqların köçürülməsi başa çatıb. Bu otlaq növü Aralıq dənizi ekosisteminin ən vacib elementlərindən biri hesab olunur. Tarixdə ilk dəfə olaraq belə miqyasda əməliyyatın reallaşdırılması bu ekosistemlərin köçürülə bilməz olduğu ilə bağlı əvvəlki fikirləri təksib edir. Layihə Yeni Sahilyanı, Mareterra rayonunun yaradılması üzrə işlərin bir hissəsi olub. Köçürülmə zamanı kök sistemi və torpaq təbəqəsi qorunmaqla xüsusi metod tətbiq olunub ki, bu da bitkilərin sağ qalma şansını əhəmiyyətli dərəcədə artırıb. Nəticələr gözləntiləri üstələyib. Artıq 3 ildən sonra köçürülmüş otlaqlar çiçəklənməyə başlayıb və 2024-cü ilə qədər onların sahəsi ilkin göstərici ilə müqayisədə 25,8% artıb. Bu layihə dəniz mühitinin qorunması üçün yeni model təklif edir. Əvvəllər ekoloji ziyanın kompensasiyası üçün yeganə çıxış yolu kimi süni riflərin qurulması qəbul edilirdisə, indi sualtı otlaqların tam miqyaslı köçürülməsi mümkün olub. Monakoda əldə olunan nəticələr Aralıq dənizi bioçeşidliyinin qorunması, dəniz resurslarının daha diqqətli və elmi əsaslarla idarə olunması üçün yeni perspektivlər açır.